Və bu mövzuların hər birinə aid suallar tipi var. Yəni Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi sınavdır bizə. Birinci sual. Karbohidrat, yağ və zülallar üçün ümumi olan funksiyalar. Karbohidrat, yağ və zülallar üçün ümumi olan funksiyaları deyir. Katalitik, karbohidrat olmaz. Yağ zülallara aiddir. Deyək, energetik hər üçünə aiddir. İnşaat da üçünə aiddir. Nəqliyyat, müdafiə, bir dəqiqə, müdafiə zülallara aiddir. Katalitik zülallara aiddir. Energetik hamısına, inşaat hamısına. Yəni, çünki hücrələrin membranında rastımıza gəlir energetik və inşaat. İkinci sual. Yaşıl bakteriyalar üçün doğru ifadələri müəyyən edin. Deməli, yaşıl fotosintez edərək sərbəst oksigen qazı xaric etmir. Doğrudur. Fotosintez edir və sərbəst oksigen qazı xaric etmir. Xemosintez edir, yanlışdır. Xromatofora malikdir, yanlışdır. Translyasiya prosesi ribosomda gedir, əlbəttə. Avtotrof yolla qidalanır, doğru. Transkripsiya prosesi nüvədə gedir, yanlış. Çünki transkripsiya prosesi nüvədə getmək üçün gərək nüvə olsun. Bakteriyalarda prokaryotdur. Doğru cavabımız oldu 1, 4 və 5. Yəni C variantı. Növbəti suala baxırıq. Üçüncü sual. Üçüncü sualda bizə deyir ki, heyvan növü əzələ fəaliyyətinə sərf olunan enerji, parçalanmaya məruz qalan glukoza. Deməli, öküz soliteridir. Öküz soliteri də biz bilirik ki, glikoliz prosesi edəcək. Glikoliz prosesində də glukozanın 1 molundan ümumilikdə 200 kilojoul enerji ayrılır və onun əzələ fəaliyyətinə 80 kilojoul, yəni ATF-də saxlanılır, 120 kilojoul isə istilik şəklində yayılır. Deməli, 1200 əzələ fəaliyyətinə ayrılırsa enerji, neçə mol glukoza parçalanmaya məruz qalar? 80 kilojoul ayrılanda 1 mol glukoza parçalanır. Demək, 1200 parçalananda isə X. X də bərabərdir. 1200-də 80-a böləndə 15 edər. Doğru cavab E variantı. Növbəti suala baxırıq. Buradan çıxaq. Deməli, qoyun bu WhatsApp-dan da çıxaq, üzr istəyirəm. Buradan çıxmışıq. Gözəl. Növbəti suala baxırıq. Dördüncü sualda hücrələrin membranını verib C hidrofildir. C burada nədir? C lipidlərdir. Lipidlər bilirik ki, hidrofob maddələrdir. A nədir? Zülallardır. Zülallar polipeptiddir. Polinukleotid verir bizə, yanlışdır. A yanlışdır. B monosaxaridlərdən təşkil olunub. Bunlar karbohidratdır, zülalla birləşib, bəli, doğrudur. Monosaxaridlərdən təşkil olunub. C doğrudur. C-yə yazıb polimerdir, yağlar polimer deyil, səhvdir. B polipeptiddir yazıb, B də karbohidrata polipeptid deyə bilməz. Doğru cavab C variantı. 5-ci suala keçək. Hüceyrədə ribosomun fəallığının artması hansı maddələrin miqdarının azalmasına səbəb olar? Hüceyrədə ribosomun fəallığı artdıqca təbii ki, zülalların biosintezinin fəallığının artması deməkdir. Bu zamanda amin turşular sərf olunduğu üçün amin turşular nə olacaq? Amin turşuların miqdarı azalmış olacaq. Doğru cavab B variantı. 6-cı sual. İnterferon və insulin müvafiq olaraq hansı funksiyanı yerinə yetirir? İnterferon biz bilirik ki, qoruyucu funksiyanı yerinə yetirən zülaldır. İnsulin isə tənzimləyici. Doğru cavab D variantı. Fotosintez zamanı elektronu itirmiş klorofil molekulu bu itkini hansı molekulun hesabına bərpa edir? Fotosintez zamanı klorofili itirmiş deyək nədir? Molekul bunu nəyin hesabına bərpa edir? Deməli, biz bilirik ki, fotosintezdə
elektronu itirmiş, xlorofilin elektronu itirilməsindən sonra bu itkini bərpa edən su molekullarıdır. Su molekulları iyonlara ayrılır. H müsbət, OH mənfi əmələ gətirir. OH mənfi elektron verir. OH sıfır radikalına çevrilir. OH sıfırsa sonradan parçalanır. Molekulyar oksigen əmələ gətirir. Bu əlavə məhsuldur. Bir sözlə, yəni elektron itirmiş xlorofil molekulu bu itkini suyun hesabına bərpa edir. Energetik mübadilənin 3-cü mərhələsi necə adlanır? Deməli, energetik mərhələnin 3-cü mərhələsi, birinci mərhələsi hazırlıq, ikinci mərhələ glikoliz, üçüncü mərhələ isə oksigenli parçalanmadır ki, buna biz hüceyrə tənəffüsü deyirik. 9-cu sual. Bir hüceyrənin quruluşunu tədqiq edən zaman orqanoid cütlərindən bircə rast gəlinmir. Bir hüceyrənin quruluşunu tədqiq edən zaman orqanoid cütlərindən hansına bircə rast gəlinmir. Elə A bəndidir, hüceyrə mərkəzi və xloroplast, çünki ali bitkilərdə hüceyrə mərkəzi olmaması səbəbindən rast gəlinməz. 10-cu suala baxıram. Bir ribosom 18 saniyə müddətində bir molekul zülal transkripsiyası edir. Ribosom məlumat RNT-sində 0,2 saniyə bir triplet sürəti ilə hərəkət edərsə, bu zülalın geninin kodlaşdırıcı sahəsinin kütləsi nə qədər olar? Əziz həmkarlar, burada biz bilirik ki, bir amin turşusu 0,2 saniyə birləşir. X amin turşusu 18 saniyə. Buradan X-in qiymətini tapırıq 90. Bizdən genin kodlaşdırıcı hissəsini soruşur. 90'ı biz vururuq 3'ə, tapırıq ki 270 nukleotid. Yəni 90 triplet və yaxud 270 nukleotid və 270'i də 110'a vururuq. 110'a yox, üzr istəyirəm, bizim deyək nədir, bir nukleotidin kütləsindən söhbət gedir. Amin turşusunun kütləsindən yox. Bir nukleotidin kütləsi də 300 AKV olduğu üçün 270'i də 300'ə vururam. Buradan da alıram 81.000. Çox gözəl suallardır. Ümumiyyətlə, bu biokimya sualları mənim özümə də xüsusi zövq verdi. Çox gözəl, mükəmməl tərtib olunub. Deməli, 11-ci suala baxıram. Ribosom kodlaşdırıcı hissəsinin uzunluğu 204 nanometr olan. Deməli, bir nukleotidin ölçüsü. Biz Dövlət İmtahan Mərkəzinin test toplarında rast gəlirik suallar. Bir amin turşusunun, məsələn, ölçüsü, uzunluğu 0,135-0,137 nanometr. Bir nukleotidin ölçüsü 0,34 nanometrdir. Bir nukleotidin ölçüsü. Ona görə də biz indi burada ribosomun fəal mərkəzi, təsəvvür edək bu ribosomdur. Burada deyək nukleotidlərdir. Adenin, guanin, sitozin, deyək timin, urasil, adenin və s. Timin deyiləmi, timin əvəzinə urasil, sitozin olsun, guanin, fərqi yoxdur. Yəni 6 nukleotid. 6 nukleotid. Bir nukleotidin ölçüsü 0,134 nanometrdirsə, 0,4'ü vururam 6'ya, buradan alıram, deməli, 2,4 nanometr. Yəni, ribosomun fəal mərkəzində, yəni kodlaşdırıcı hissədə o 6 nukleotidin ölçüsü, uzunluğu 2,4 nanometrdir. İndi bizə deyir 204 nanometr. Deməli, mən tənasüb qururam ki, 2 tripletin ölçüsü 2,104 nanometrdir. Bəs X tripletin ölçüsü nə qədərdir? 204 nanometr. X bərabər 200. Və bizə bir zəncirli zülal molekulu deyir. Neçə amin turşusu 2 peptid rabitəsi əmələ gətirər. Burada da deyək, birinci amin turşusu və sonuncu amin turşusu bilirik ki, bir peptid rabitəsi əmələ gətirir. Ona görə 200'dən bu 2'ni çıxacam. Yerdə qalacaq 198. 13-cü suala baxıram. ATF molekullarında azot əsaslarının sayı X, ortofosfat turşusu qalıqlarının sayı 36.
ATF adenin, riboza və 3 dənə fosfat qalığından ibarətdir. Deməli, burada makroergik rabitə 2-dir. Bizə ortofosfat turşusu qalıqlarının sayını 36 verib. Yəni, bir ATF-də 3 fosfat var, X ATF-də 36. Deməli, bizim 12 dənə ATF-imiz var. 12 dənə də azot əsası olacaq, X12. Makroergik rabitələrin də sayı olacaq, bir ATF-də 2 dənə olduğu üçün 24. 12 ilə 24-ün cəmi bizə 36 verəcək. 13-ə baxıram. İnsulin və somatotropin hormonları üçün ortaq xüsusiyyət. Zülal təbiətlidir bunlar, polipeptid birləşmələrdir, bəli. Axacaqlarla orqan boşluğuna ifraz olunur, yox. Çünki bunlar qana hormon ifraz edirlər. Tərkibində oksigen, azot, hidrogen və karbon elementləri daxildir. Yəni, bunlar zülaldır. Bir amin turşusunda olan, amin turşularının tərkibində olan elementləri verir, düzdür. Qarışıq sekresiya vəzlərinin hüceyrələrində sintez olunur, yox, yanlışdır. Sintez təbii ki, ribosomlarda gedir. Ona görə 1, 3 və 5 doğru cavab A variantı. Hansı maddələrin hidroliz məhsulu amin turşusu deyil? Yəni, deməli, bu zülalı olmalı deyil ki, amin turşusu olmasın. Burada variantlara baxırıq. Pektin və selluloza karbohidrat olduğu üçün bunların hidroliz məhsulu amin turşusu ola bilməz. DNT zəncirinin müəyyən bir hissəsi verilib. Sxemə əsasən doğru olmayan ifadələr. X hər hansı azotlu əsasdır. Bu karbohidrat da dezoksiribozadır. 4-ü götürürəm, 4 riboza yazıb, yanlışın biri budur. Sonra Y polisaxarid yazıb, yanlışın da biri budur, A bəndə. X timin azot əsası ola bilər, bəli, ola bilər. Z ortofosfat turşusu qalığıdır, bəli. Z ortofosfat turşusu qalığıdır. Doğru cavab, yəni burada doğru verilməyən variantlar 1 və 4-dür. Doğru cavab da A bəndə. 16-cı suala baxırıq. Əgər yadınızdadırsa, biz video dərslərdə sizə vermişdik. Məsələn, mühitdən neçə timin istifadə edər? Həmin məsələdir. Bizə deyir ki, yəni ona bənzər. DNT molekulunda 120 nukleotid var. Bunlardan 15-i guanindir. Bu DNT molekulu 2 dəfə reduplikasiya olduqda istifadə olunan guaninli nukleotidlərin sayı neçə olar? 2 dəfə reduplikasiya olursa, bunun zənciri artıq elə bir 4 dənə zəncirdir. Belə deyək, 15, yəni 2 üstü 4 deyək də. 2 üstü 4. 2 üstü 4, heç və yaxud 2 üstü 4-ə ehtiyac yoxdur, belə deyə bilərik. Deməli, 15-i vuracam 4-ə də, 60. 60. Və 15-i guanin nukleotiddir. Deməli, bizə deyir, istifadə olunan guaninləri. Əsas zəncirdəkini saxlayıram 3 dənəsi. 15 vur 3, cavabınız da edir 45. 17-ci suala baxıram. Neçə növ nukleotid həm transkripsiya, həm də transilyasiya proseslərində iştirak edir? Deməli, biz belə deyirik ki, DNT-də olan nukleotidlər, bilirsiniz ki, adenin, guanin, sitozin, timin. RNT-də olanlar adenin, guanin, sitozin, timin əvəzinə urasil. Və belə deyək, həm transkripsiya, həm transilyasiyada, yəni transilyasiyada sırf iştirak edənlər, transkripsiya desə DNT-dən mRNT aldığım üçün 5 götürəcəm. Yəni 5 növ nukleotid. Amma transilyasiya dedikdə sırf RNT-nin nukleotidlərini götürəcəm, cavab 4. 18-ci suala baxırıq. Açar sözlər. Açar sözlərdən istifadə etməklə mətni tamamlayın. Deməli, kalsiyum və fosfor sümüklərə möhkəmlik verir. Yəni 3, 5. Sink insülin hormonunun tərkibinə daxildir. 1, yod isə qalxana bənzər vəzidə. Deməli, 3, 5, 1 və 4 götürəcəksiniz burada da. 19-a baxıram.
19'da bizə nə deyir? 19'da bizə nə deyir? 19'da bizə deyir ki, Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Mitoxondri üçün sitoplazmadan 4 lipid zərgəsi ilə deyək nədir? Ayrılır. 4 lipid zərgəsi bunların hər ikisində var. Çünki hər ikisi 2 membranlıdır. Hüceyrə tənəffüsünü təmin edir mitoxondri. Monosaxarid sintez olunur. Yəni glukoza sintez olunur. Xloroplast. Transkripsiya, transliyasiya prosesləri gedir. Transkripsiya və transliyasiya prosesləri gedəcək hər ikisində. Hidrogen protonları daxili membranın xaricindən daxilinə doğru keçir. Bu mitoxondridir. Gözəl testdir. Daxili membranın xaricində elektronlar toplanıb mənfi yüklü elektrik sahəsi yaradır. Bunu isə xloroplasta aid edirəm. Doğru cavab A variantı. Doğru cavab A variantı. Növbəti suala baxıram. Göbələk hüceyrəsində ribosomun hissədikləri hüceyrənin neçə cür strukturunda formalaşır? Ribosomların hissədikləri deyək nədir? Nüvəcikdə, mitoxondridə, bir də plastidlərdə deyək formalaşır. Plastidlər yoxdur bunlarda, ona görə 2 struktur. Bitki hüceyrəsində neçə növ bir membranlı organoiddə karbohidrat sintezi gedir. Karbohidrat sintezi gedir. Hamar endoplazmatik şəbəkə bir membranlıdır və bir də deyək Holz kompleksi. Yəni 2. 22-ci suala baxıram. Mürəkkəb quruluşlu çox hüceyrəli orqanizmlərdə hüceyrələr yerinə yetirdiyi funksiyalarına görə ixtisaslaşaraq toxuma və orqanları əmələ gətirirlər ki, bunlar da bir-biri ilə sinir və humoral sistemlə tənzimlənir. Bu fikri hansı canlıya şamil etmək olar? Bağırsaq çöpü, leishmanioz törədicisi olmaz. Bitkilər, sinir və humoral söhbət, qoturluq törədicinə. 23'ə baxıram. Deməli, 22-də Y bəndi oldu. 23-cü suala baxıram. 23-cü sualda bizə deyir, 360 qram glukozanın tam parçalanması zamanı ATF sintetaza kanalından neçə hidrogen katyonu keçər? Biz bilirik ki, glukozanın molyar kütləsi 180 qramdır və bu parçalanan zaman ATF sintetaza kanalından 24 hidrogen katyonu keçir. Deməli, 360 qramdan da X katyon keçər. Cavab 48. 24-cü suala baxıram. Bitkinin fotosintez zamanı 10 saat müddətində əmələ gətirdiyi üzvü maddənin malik olduğu enerji 10.560 kilojouldur. Deməli, mən 10.560'ı böləcəm 17,6 kilojoula. Deməli, 10.560'ı 17,6'ya böləndə, səhv etməmsə, 600 qram karbohidrat. Yəni, üzvü maddə. 600 qram üzvü maddədir. İndi mən belə bir tənasüb qururam. Deyir, fotosintez zamanı bitkinin utduğu və əmələ gətirdiyi qazların molekul kütlələrinin fərqini hesablayın. Fotosintezin təhlilini yazıram. 6CO2, 6H2O, C6H12O6, üstə gəl 6O2. Karbon qazının molyar kütləsi 44'dür. 6'nı 44'ə vururam. 264 qram. Oksigenin isə molyar kütləsi 32'dir. 6'nı vuracam 32'yə 192 qram. Və bunların kütlələri fərqi, yəni 264'dən 192 çıxacam. 192, 72. Tənasüb quracam ki, 180 qram glukoza yarananda kütlələr fərqi 72 idi, 600'də isə X. X bərabərdir. 600'ü 72'yə vurub 180'ə bölürəm. Sıfırları silək. 72'də 4 dəfə. 18 4 dəfə. Bəli. 60'da 4'də. 240 qram. Doğru cavab 240.
Növbəti suala baxırıq 25-də. Şəkilə əsasən hansı fikirlər doğrudur? Bu RNT tərkibli virusdur. RNT tərkibli virusdur bu. Demək, burada tərkibində polipeptid zəncirinə rast gəlinir. Bəli. Zülal da var, RNT də var. Bir düzdür. Polinukleotidin monomerindən biri timin nukleotididir. Bu RNT tərkibli olduğu üçün tütün mozaikası virusunda eləmir. RNT tərkibli olduğu üçün RNT-də bilirsiniz timin olmaz. Membransız organoidlərə malikdir. Bəli, malikdir. Membransız organoidlərə. Membransız organoidlər deyirkən membransız organoidlərə malikdir. Şəkil əsasən doğru yox. Malik deyil. Polinukleotlərdə urasil azoton əsasına rast gəlinir. Doğrudur. Tərkibi polipeptid və polinukleotdən ibarət. Doğrudur. Deməli oldu 1, 4 və 5. 26-cı suala baxaq. 26-cı sualda gözəl sualdır. 26-da deyir ki, bizə evkaryot orqanizmdə 20 amin turşusunu 61 triplet kodlaşdırır. Bəli, urasil adenin, urasil adenin, guanin və urasil guanin, adenin. Bunlar stop kodlardır. Bunları çıxıram 64-dən. Bir düzdür. N-RNT-də amin turşuları kodlaşdırmayan tripletlər stop tripletlər adlanır. Amin turşularını kodlaşdırmayan tripletlər, stop tripletlər doğrudur. Lakin bunlar N-RNT yox, mRNT-dədir. Ona görə 2 yanlışdır. Metianin amin turşusunun antikodonu urasil adenin stozin tripletidir. Yəni, metianini kodlaşdıran adenin urasil guanindir. Bundan da mən komplementar alsam, urasil adenin stozin alacağım. Bəli, 3 doğrudur. Bir mRNT əsasında bir neçə növ zülal molekulu sintez oluna bilər, səhvdir. Bir növ zülal. Ribosomun funksional mərkəzində maksimum 4 növ nukleotid yerləşə bilər. Bəli, ribosomun funksional mərkəzində 4 növ nukleotid ilə olur. Adenin, guanin, stozin və urasil azotlu əsaslarının əmələ gətirdiyi nukleotidlər. Ona görə 5 doğru fikirdir. 1, 3, 5. 27-yə baxıram. Fotosintez, qaranlıq faza, işıq faza. Deməli, molekulyar oksigen əmələ gəlir işıqda. Xlorofildən ayrılan elektronlar qranların membranının xaricində mənfi yüklü elektrik sahəsi yaradır işıq mərhələsində. Karbonun fiksə olunması zamanı ATF, ADF-ə çevrilir, bəli, C-də. Yəni, qaranlıq fazada. Monosaxaridin sintezi stromada gedir, bəli, glukozan sintezi də stromada gedir, yenə qaranlıqda. Doğru cavab 1 CD, 2 AE. Situasiyamız çox gözəl bir situasiyadır. Bizə deyir ki, hemoglobin zülalının geninin yerləşdiyi DNT molekulunda, DNT molekulunun bir zəncirində 6-cı yerdə duran timin tripletinin 2-ci nukleotidi mRNT-yə urasil kimi köçürülərsə, glutamin amin turşusunu deyil, valin amin turşusunu kodlaşdırır. Deməli, buradan biz hemoglobin zülalının geninin yerləşdiyi DNT molekulunda. Bizə deyir, bu zülal neçə zəncirə malikdir? 4. Bu zülalın bütün funksiyaları yalnız neçənci quruluşda? Hemoglobin bilirik ki, 4-cülü quruluşda funksiyaları yerinə yetirir. İndi 29-a baxın, valin amin turşusunun transliyasiyasına qədər deməli, amin turşuları arasında neçə peptid rabitə yaranar? Valin amin turşusu 6-cıdır. Bax, mən yazıram amin turşusu 1, amin turşusu 2, amin turşusu 3, amin turşusu 4, amin turşusu 5, amin turşusu 6. Valinə qədər, yəni bu ilk beşlikdə neçə peptid rabitə oldu? 4.
4 peptid rabitə. Və amin turşusu kodonunun transkripsiyasında neçə növ azotlu əsas? Transkripsiyada onsuz DNT-dən RNT-yə köçürülür deyə 5 növ azotlu əsas yazırıq. Nəhayət sonuncu sual. Bizə deyir ki, valin amin turşusuna qədər translyasiya olunan amin turşu radikallarının kütləsi 270 olarsa. Yenə biz bayaq qeyd elədiyimiz hissəni geri qaytaraq. Aha. Deməli, valin amin turşusuna qədər. Deməli, biz dedik, valin 6-cıdır. Deməli, 5 dənədir. Radikalların kütləsi 270 olarsa, bir amin turşusu radikalının kütləsi, onsuz da neçədir bir amin turşusu? 54. 270-i bölürəm 54-ə. Alıram burada 5. Bu amin turşuların kütlələrinin cəmi nə qədər olar? Onda deməli 4 dənə amin turşusudur. Birinci amin turşusunun kütləsi 111'dir. Ondan çünki OH qrupu. Deyək, sonuncu 127'dir. Bunlar da hər biri 110'dur. 110, 110, 110 və 110. 110'u 4'ə vuracam, 440. O da 111. Cəmi elədir 550.